Ərdəbil Səfəviyyə təkkəsinin gül bahçası. Gecə. Ay işığında Səfəviyyə təkkəsinin sərhədlərində səssiz bir gül bahçasında iki gənc rastlaşır. Şeyx Heydər təkkənin hər yerində böyüyən, qəlbi ilə tanış olduğu güllərin arasında dərin fikirlərə dalmışdır. Birdən yavaş addım səsləri eşidir. Aləmşah bəyim asta addımlarla gəlir. Dərin düşüncələrə daldığından Şeyx Heydər onun gəldiyini bir anlıq hiss etmir. Aləmşah bəyin bir addım da yaxınlaşır. Siz həmişə belə dərin fikirlərə dalırsınız ya Şeyx? Görürəm ki, gündüz günəşi, gecə isə ay nuruyla məni ziyarət edir. İndi hansıyam? Ay, yoxsa gündüz günəşi? Hər ikisi. Amma dağlara sıçrayan səhər günəşinin işığı kimi məndə iz buraxan bir nursunuz, Aləmşah bəyim. Şeyx Heydər çiçəklərdən birini dərərək Aləmşah bəyimin saçlarına doğru uzadır. O da Şeyx Heydərin əlindən tutur, baxışırlar. Bu vaxt uzaqdan səssiz bir meh qalxır, güllərin qoxusu havaya qarışır. Gənclər bir-birinə yaxınlaşır, ancaq bir neçə saniyə içində yaranan dərin hissləri boğmağa məcbur olurlar. Şeyx Heydər nisbətən aralanır. Aləmşah bəyim həm sevinir, həm də utanır. Siz tənha görünürsünüz ya Şeyx. Böyük bir dövlətin və bir tayfanın varisisiniz. Amma elə bil ki, dünya sizə ağır gəlir. Böyük düşüncələr tələb edir. Amma indi yanımda olan biri dünyanın yükünü unutdura bilər. Yenə həyəcanla baxışırlar. Onda dua edək ki, bu gecə uzun olsun Şeyx Heydər. Dua edək ki, yollarımız bir olsun, Aləmşah bəyim. İkisi də bağçanın ortasında üz-üzə dayanırlar, çətinliklə nəfəs alırlar. Bu zaman uzaqdan bir səs gəlir. Hər ikisi bir anda həyəcanla özlərini itirir. Şeyx Heydər uzağa doğru baxır, gələnin sultan olduğunu görüb daha da həyəcanlanır. Dərhal qızı arxasına keçirmək üçün ona əli ilə işarə edir. Aləmşah bəyin Şeyx Heydərin arxasına keçib, oradan güllərin arasıyla uzaqlaşır. Şeyx Heydər həm sevincli, həm də həyəcanlıdır. Ürəyi bərk döyülür. Sultan tədricən yaxınlaşır. Şeyx Heydər ona baş edir. Oğlum, sən də yatmırsan? Məmləkətin taleyi məni çox düşündürür, dayı. Sultan Əbu Səidlə savaşın nəticələrini fikirləşirəm. Heydər, sən hələ gəncsən. Amma sanki ruhun yaşlı bir sərkərdə kimidir. Sən ağıllısan, amma ağıllı olmaq bəs edirmi? Ağıllı olmaq heç kimə bəs etmir, dayı. Amma ağılsız addım atmaqda məhvə aparır. Bizim hər addımımız təkcə öz taleyimizi yox, bütün xalqımızın taleyini müəyyən edir. Doğrudur, sənin döyüş hiylələrin, məsləhətlərin xoşuma gəlir. Amma bir şey düşünmüsən, əgər bu tələ Əbu Səidə qalib gəlmək üçün uğursuz olsa, ondan nə edəcək? Hələ yalnız tələyə düşəndə uğursuz olur, dayı. Biz düşməni təliyə salırıq, özümüzü yox. Əgər Əbu Səid Qarabağda çox qalsa, ordusu məhv olacaq. Onun xətasını bizə bəxş etdiyi fürsət kimi görməliyik. Bax, bunlar mənim eşitmək istədiyim sözlərdir. Sultan Həsən bir qədər susur, sonra dərin bir nəfəs alaraq Şeyx Heydərə baxır.
uğurlu Məhəmmədin gecə basqınları düşmənə ağır zərbələr vurur. Əbu Səidin ordusu artıq zəifləyir. İndi isə çox yəqin növbəti döyüşlər Mahmudabad yaxınlarında olacaq. Bu xəbərlər sevindiricidir. Əbu Səidə qəti qələbə çalmaq üçün Mahmudabad önəmli məkandır. Sultan Əbu Səid getdikcə çarəsiz qalacaq. Bir də sənə təşəkkür etmək istəyirəm. Ərdəbildə bizi qəbul etdiyin üçün minnətdaram. Bu torpaqlar bizim üçün doğmadır. Amma sənin məqamında. Dayı, bu nəsildən olan hər kəs bir-birinə borcludur. Mənim yolum da, gücüm də sizinlədir. Sultan Həsən razılıqla başını tərpədir, Şeyx Heydərin çiyinlə əlini qoyur. Hər ikisi gecənin qaranlığında uzaqdakı ordunun alov işıqlarına baxırlar. Uzaqdan atların səsi eşidilir, müharibənin nəfəsi düşərgənin hər tərəfində hiss olunur. Xorasan, meşədə gizli biri, gecə. Bir masanın üstündə bir neçə şam yanır. Bəhram Fərzan stolun arxasında oturub dərin fikirlərə dalmış, əllərini bir-birinin üstündə birləşdirir. Qarşısında ona yeni gəlmiş bir məktub var. Qapı yavaşca açılır. Və içəri hiyləcar gözlərinə izzət nəzəri dağılır. Bibi oğlum, Qucaqlaşırlar. bu gecə çox həvəslisən. Yoxsa mən səni bu qədər məmnun görərəm? Ayrılıb otururlar. Həqiqətən İzzət, məqsədimizin gerçək olması üçün niyyətlərimizi naxış toxuduq. Artıq vaxt çatdı. Sultan Həsən və Sultan Əbu Səid arasındakı mübarizə həddini aşıb. Hər ikisi də qalib gəlmək üçün son nəfəsinə qədər döyüşəcəklər. İzzət otağa baxır və bir küncdəki şərab puluğunu götürür, 2 qədəhə şərab süzür. Və biz kimin qalib gələcəyinə baxmadan o savaşın qazananı olacaq. Doğrudur dayı oğlu. Bizim ali irqimiz Azərbaycanın və Xorasanın əsl varisləri. Hər şeyin sonunda bu torpaqları idarə edənlər olacaqlar. Gülürlər, sonra tədricən ciddiləşirlər. Amma hələ bir əmma var. Osmanlılar. Osmanlı'nın bu döyüşdə nə işi var? Sən də bilirsən ki, Sultan Məhəmməd bir gün gəlib bu torpaqlara və sahib çıxmaq istəyəcək. Bizim indi görəcəyimiz iş, onu da bu qarma-qarışıqlığın içinə salmaqdır. Biz bu torpaqlara başqaları kimi silahla deyil, ilə və səbirlə sahib olacaq. Oy Osmanlılar da, Ağqoyunlular da, Teymurilər də bir-birini qızsın. Biz isə son anda izəli çıxan yeganə xalq olacaq. Sən dövrün yeni Həsən Sabbahı olacaqsan, Bəhram. Və biz bu dövrün yeni xadanları olacaq. İkisi də gülür. Sonra İzzət Bəhramın önündəki məktubu işarə edir. Məmlük Sultanı Sultan Qayıt bəy Mirzəsi Məlik Əjdərə yazdığım məktuba cavab gəldi. Nişirdəki Fatimilərin nəvələri və bizim oradakı təşkilatımız bizi hər bir işdə dəstəkləyir. Öncə Səlcuqlular, sonra Hülaku xan, ulu babalarımızın qurduğu təşkilatları məhv etdilər. Sasanilərin tarixi qüdrətini bərpa etmək üçün gücün yerdir çalışırıq. Nə olursa olsun, geç-geç bu torpaqlar yenidən bizim olacaq. Bəhram gözlərini acgözlüklə açaraq əlindəki şərabı qan içərmiş kimi içir. Təziflə Hintlərin qayını da belə itəcək.